Salam əziz dostlar, bugünkü dərsimizin mövzusu faylların və qovluqların axtarılması olacaq. Əlbəttə, axtarış sistemi bütün dünyada istifadə olunur və eləcə də lokal kompüterdə axtarış etmək üçün əməliyyat sisteminin öz xüsusi funksiyası var. Bunu biz pusk menüsünü öyrənərkən xüsusi bir komandanın adını çəkdik burada, NIT komandası. NIT komandası bizə faylları və qovluqları tapmağa imkan verəcək. Bunun üçün faylı papka adlanan əmr üzərində sol düymə bir dəfə sıxılır. Əlbəttə, bu pəncərənin alternativi olaraq ekrana çağırmaq mümkündür. Bunun üçün klaviaturada Ctrl düyməsi sıxılı vəziyyətdə F düyməsini vurmaqla həmin pəncərəni avtomatik axtarmaq olar. Pəncərənin sol tərəfinə diqqət edək. Sol tərəfində "Что вы хотите найти" adlanan xüsusi bir sual qoyulur. Yəni, nə axtarmaq istəyirsən haqqında bizə sual verir. Əlbəttə, burada axtarış üçün xüsusi bölümlər nəzərdə tutulub. Adətən 4 bölüm bütün əməliyyat sistemlərində mövcuddur. Birinci bölüm "İzobrazение, muzika и video" adlanır. Yəni, təsvir, musiqi və video. İkinci bölüm "Dokumenты, текстовые файлы, электронные таблицы и так далее" adlanır. Yəni, sənədlər, mətin faylları və elektron cədvəllər. Digər üçüncü bölüm "Fayl papka" adlanır. Yəni, ümumilikdə fayl və qovluqların axtarışı. Dördüncü bölüm isə "Kompüter ilə ilgili" adlanır. Bu o deməkdir ki, şəbəkəyə qoşulmuş kompüterlərin və istifadəçilərin axtarışı. Bu bölümlərin hər birini birə-bir incələyək. Bunun üçün "İzobrazение, muzika или video" sahəsində mausun sol düyməsini sıxaq. Qarşımıza yeni bir səhifə çıxdı. Həmin səhifədə axtarmaq istədiyimiz, adı bizə məlum olmayan şəkil fayllarını tapmaq istəyirsə, bu zaman "İzobrazение" adlanan sahənin qarşısında olan kvadrat çərçivəyə mausun sol düyməsi sıxılır. Gördüyümüz kimi həmin sahə işarələndi. Əlbəttə, axtarış üçün parametr təyin olunduqdan sonra axtarışın yeri hökmən seçilməlidir. Adi qaydada "Использовать дополнительный parameter поиск" adlanan sətir üzərində sol düyməni sıxdıqda axtarışın əlavə parametrlə adlanan pəncərə ekrana gəlir. Burada biz üçün maraqlı olan hissə "Poisk" adlanan sahədir. Yəni, axtarış harada həyata keçiriləcək. Əgər axtarışı biz kompüterimizin yaddaş mənbələrinin hər ikisində axtarmaq istəyirsə, onda lokalni disk CD seçilir və eləcə də sizdə yaddaş mənbəyi bir neçə cürə işarələnirsə, əlbəttə burada adları biz C, D, Y və F-də görə bilərik. Əgər axtarışı konkret lokal disk C-də axtarmaq istəyirsə, onda lokalni disk C seçməyimiz vacibdir. Və eləcə də axtarışı biz həm C diskində, həm D diskində, eləcə də kompüterin istənilən yaddaş mənbəyində axtara bilərik. Məsələn, bizim nümunədə biz "MyResume" seçdik və NIT düyməsini sıxdıq. Beləliklə, MyResume qovluğunda olan şəkil faylları tapıldı. Nazad düyməsini sıxdıq. Əgər kompüterdə mövcud olan musiqi fayllarının axtarışı üçün musiqi, yəni muzika adlanan sətir işarələnir və bu zaman istiqamət hər iki ünvan seçilir, C və D və NIT düyməsi sıxılır. Və kompüterimizə yüklənmiş musiqi faylları, adı bizə məlum olmayan musiqi fayllarının axtarışı başlanır. Axtarışı dayandırmaq üçün "Остановить" düyməsi sıxılır və yenidən nazad komandası vurulur. Ümumi video fayllarının axtarışı üçün, yəni adı bizə məlum olmayan video fayllarının axtarışı üçün video sətri seçildi, ünvan təyin olundu, lokal disk C, D və NIT düyməsi sıxıldı. Beləliklə, kompüterdə mövcud olan bütün video faylları ekrana canlanacaq. Əlbəttə, bu axtarış bir qədər vaxt tələb edir. Əgər kompüterimizin yaddaşı kifayət qədər böyüdürsə və oradakı informasiyalar çoxdursa, bu zaman axtarışın vaxtı da uzanır. Bizim nümunədə axtarış bir neçə videonu tapacaq. Bunun üçün vaxtı ləngitməyək və "Остановить" düyməsini sıxaq. Tapılmış fayllar haqqında informasiya burada göstərilir. Yəni, "Найдено 3 faylov" adlanan sahə tapılmış faylların sayını göstərir. Nazad düyməsini sıxaq və eləcə də bir dəfə işarəni yığışdırdıq və nazad düyməsini sıxdıq. Onda biz cari olan səhifəyə qayıtmış oluruq. Bu mövzumuz şəkilləri, musiqiləri və videoları axtarmağa bizə imkan verdi. Növbəti dərslərimizdə biz digər bölümlər haqqında ətraflı məlumat alacağıq.